Salam, mənim adım Ayandır və bugün mən sizinlə ekologiya haqqında danışmaq istəyirəm. Bu mövzu mənim üçün təkcə elmi sahə deyil, həm də bir məsuliyyət hissidir. Hər şey bir sadə müşahidədən başladı. Bir gün küçədə plastik tullantılarla dolu bir axarı necə dənizə axdığını gördüm. O an düşündüm ki, biz təbiəti yalnız istifadə etdiyimiz bir resurs kimi görürük. Amma əslində o bizim evimizdir. Sonra öz-özümə sual verdim. Biz həqiqətən ekologiya problemlərinin miqyasını anlayırıqmı? Araşdırdıqca gördüm ki, ekologiya təkcə ağac əkmək deyil. Bu həyatın hər sahəsində tarazlığı qorumaqdır. Hava, su, torpaq, enerji, istehsal və istehlak. Məsələn, bir plastik butulkasının parçalanması 450 il çəkir. Yəni biz istifadə etdiyimiz butulka hələ 2475-ci ildə mövcud olacaqdır. Bu fakt mənim düşüncələrimi tamamilə dəyişdi. Ekoloji mədəniyyəti formalaşdırmaq üçün mən bu sahəni 3 mərhələyə bölürəm. Maarifləndirmə, fəaliyyət və vərdişlərə çevrilmə. Birinci olaraq maarifləndirmə. İlk addım məlumatlandırmaqdır. Əgər problemi tanımırsansa, onu həll edə bilməzsən. İqlim dəyişikliyi. Atmosferə atırılan istixana qazları səbəbindən orta temperatur yüksəlir, buzluqlar əriyir və dəniz səviyyəsi artır. Meşələrin qırılması, hər il təxminən 10 milyon hektar meşə məhv olur. Suyun çirklənməsi, sənaye tullantıları və plastik dənizləri zəhərləyir və minlərlə canlının həyat riskini aşağı düşürdür. Fəaliyyət olaraq, məlumat kifayət deyil, hərəkət lazımdır. Azaldın, təkrar istifadə edin, təkrar emal edin. Könüllü aksiyalarda iştirak edin. Mən özüm ağac kəsmə kampaniyasında iştirak etmişdim və gördüm ki, bu sahə addımı insanlara həm birliyi, həm də ümid hissini gətirir. Vərdişlərə çevrilmə isə ən çətin mərhələ bu prinsipləri gündəlik həyata gətirməkdir. Sadəcə bir misal, hər gün bir nəfər plastik butulka yerinə öz su qabını işə aparsa, bir ildə 300 butulkanın qarşısı alınır. Ekologiya sadəcə bir elm deyil, bir həyat tərzidir. Bəzən insanlar düşünür, mən tək başıma nə dəyişə bilərəm? Amma tarix göstərib ki, böyük dəyişikliklər kiçik fərqlərlə başlayır. Mənim əsas məsləhətlərimdən biri bunlardır. Kiçik addımlarla başlayın. Hər gün bir vərdiş dəyişin, tullantıları ayırın, plastik torba yerinə parça çanta götürün, suyu israf etməyin, ilham alın, amma dayanmadan edin. Mən də əvvəllər düşünürdüm ki, bir ağac əkməklə dünya dəyişməz. Amma sonra başa düşdüm ki, o ağac bir simvoldur, məsuliyyətin simvolu. Cəmiyyətlə paylaşın, sosial şəbəkədə ekoloji post yazmaq, dostlarınıza məlumat vermək, bunlar da real təsir yaradır. Təbiətə vaxt ayırın, təbiətlə ünsiyyətdə olan insan onu qorumağın dəyərini daha yaxşı anlayır. Ən əsası, ekoloji davranış moda deyil, zərurətdir. Biz planetin sahibləri yox, qonaqlarıyıq. Ekologiya gələcəyin deyil, bugünün məsələsidir. Əgər bugün hər birimiz öz payımıza düşən məsuliyyəti daşısaq, sabah daha yaşıl, daha sağlam bir dünya mümkündür. Ekologiyanın gələcəyi yalnız insan davranışlarında deyil, həm də texnologiyada gizlidir. Bugün artıq elm və innovasiya təbiətlə mübarizə aparmır, onunla əməkdaşlıq edir. Bərpa olunan enerji, günəş panelləri, külək turbinləri və hətta dalğa enerjisi stansiyaları artıq bir çox ölkənin əsas enerji mənbəyinə çevrilir. Danimarkada elektrik enerjisinin 60%-dən çoxu küləkdən əldə olunur. Smart şəhərlər, ağıllı işıqlandırma sistemləri, tullantı sensorları və elektrik nəqliyyatları ilə şəhərlər həm təmiz, həm də səmərəli olur. Biotexnologiyalar barəsində isə alimlər indi plastik əvəzinə bioparçalanan materiallar hazırlayırlar. Yəni bu materiallar təbiətdə öz-özünə məhv olur. Dairəvi iqtisadiyyat. Gələcəyin iqtisadiyyatı istehsal et və at prinsipi ilə yox, istehsal et, istifadə et, təkrar dövriyyəyə sal prinsipi ilə işləyəcək. Yəni ekologiya artıq yalnız təbiəti qorumaq yox, həm də ağıllı şəkildə inkişaf etmək deməkdir. Unutmayın, dəyişiklik bir nəfərlə başlayır, amma bir çoxlarını ilhamlandıra